insaflı olmaq lazımdır. Məmurlarımız insaflı olmalıdır, vicdanlı olmalıdır. Hər bir baş verən qanunsuzluğu özlərinə qarşı baş verən bir hərəkət kimi qəbul eləməlidir. Bu olması heç nə dəyişməyəcək. İlham Əliyevin yumruğu heç nəyi həll edən deyil, axır vaxtlarda heç o yumruq görünmür. İnsanlar siyasi baxışlarına görə həbs olunurlar. Müsavat Partiyasının 3 üzvü xuliqanlıq maddəsi ilə təqsirləndirilərək azadlıqdan məhrum ediliblər. Və cinayəti törədən zərər çəkmiş dırnaqarası dedək şəxsin özüdür. Hadisəyə o başlayıb, söyüşü o söyüb, təhqiri o edib, şəxsləri o vurub, xəsarəti o yetirib, birinci götürüb qarşı tərəfi həbs ediblər. Hətta elə cinayətlə adam, hətta əsl cinayət olmuş olsaydı belə 3 nəfər ailə başçısını həbs eləmək olmaz, günahdır. Jurnalistlərimiz həbsdədirlər. Nə qədər təhlükəlidir ki o insanlar. Bu dövlət bəyəm o qədər zəifdirmi ki, onlar dövləti çevirmə gücündədirlər. Bunlar ayıbdır hamısı. Bunlar hamısı göstəricidir. Öz yerlərini qorumaq üçün məmurlar qanunsuzluqlarla məşğuldurlar.